Deyir ki, elə bir insan yoxdur ki, Allah onu müəyyən şeylərdən məhrum etməsin. Bütün insanlar. Allah hidayət verib, filan şey verməyib. Allah sağlamlıq verib, pul verib, amma hidayət yoxdur. Allah akbar. Və yaxud Allah müəyyən şeylər verib, müəyyən şeylər verməyib. Deyir, bax, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّسِ. Deyir, mövcudlar var. Nə var? Məfqudlar. Deyir, mövcudları daima məfqudlara hakim etsən, xoşbəxtsən. Amma məfqudları mövcudlara hakim etsən, bədbəxtsən. Daima nə eləməlisən? Deməlisən ki, bu var. Amma varlardan danışmalısan. Olan şeylərdən. Yoxlardan danışmamalısın. Yoxlardan danışmamalıyıq. Yoxlar yoxa çıxmalıdır. Yoxları yox etməliyik. Deməliyik ki, yoxlar yoxdur, əlhamdülillah. Allah xeyir bilməyib ki, verməyib. Amma varlar bizdə nə olmalıdır? Var, bu var, əlhamdülillah, bu var, xoşbəxtsən. Allah akbar. Həqiqətən gör, nə qədər şey var məndə. Amma mənim filan maşınım yoxdur. Mənim belə-belə evim yoxdur. Mənim belə-belə övladım yoxdur. Mənim belə-belə yoldaş, mənim belə-belə valideynim, mənim belə-belə pulum, o birisi, bu birisi. Səndə heç nə yoxdur ki, bədbəxtsən ki. Amma əlhamdülillah ki, gözüm var. Əlhamdülillah sağlamam. Əlhamdülillah yuxudan özüm dura bilirəm. Əlhamdülillah Rəbbimə ibadət edirəm. Xoşbəxtəm. Günahlarım bağışlanır. Səcdə edəndə günahlar tökülür. Namazdan sonra rahatçılıq tapıram. Əlhamdülillah Ramazan orucunu tuturam. Xəstə deyiləm. Əlhamdülillah. Vallahi saysan sayıb qutaranməzsən. Gör nə qədər. Əgər kim mövcudları, məfqudlara hakim edəsə xoşbəxtdir. Allah Azə və Cəllə istəyirəm ki, bizi daima şükür edən qullarına eləsin.